Yaxşı, de görüm əzizim, Eldənizlər dövləti Azərbaycanın şimalında yoxsa cənubunda yaranmışdı? Ə, Mən Azərbaycanın bütün, yəni həm şimalında, yox, mən şimal torpaqlarında. Şimalında yaranıb. Amma desəm ki, şimalın yoxsa cənubun əhatə eləyirdi? Mən ə, mən bütün torpaqlarını, həm şimalını, həm cənubunu. Ay sağ ol. İlk paytaxtı hara olmuşdu? Mən ilk paytaxtı Naxçıvan Naxçıvan. Naxçıvan ilk dəfə neçənci əsrdə paytaxt şəhərə çevrilmişdi? 1136. Mhm. Eldənizlər dövlətinə başqa nə demək olar? Ə, Atabəylər dövləti. Başqa nə Atabəylər, demək olar? Atabəylər Atabəylər dövləti. demək. Eldənizlər dövləti qalibiyyətli müharibə nəticəsində yaranıb desə doğru olar? Ə, qalibiyyətin Qalibiyyətli, nəticəsində. uğurlu müharibələr Xeyr, mən nəticəsində. Səlcuq imperiyasının parçalanması nəticəsində Ay, sağ yaranır. ol, düzdür. Desəm ki, Azərbaycanın bir hissəsi Şəmsəddin Eldənizə xidmət müqabilində verilmişdi. Bunu doğru götürərsən? Hı. Mən bir Bəli. də sual verir bilərsiniz təkrar. Azərbaycanın bir hissəsi, Arranın bir hissəsi Şəmsəddin Eldənizə xidmət müqabilində verilmişdi. Bunu doğru Mən götürmək olar? tamamilə bu doğrudur. Mən Bəli, bunu doğru götürmək olar. Çünki demək ki, Sacilər dövləti xidmət müqabilində öz sərkərdələrinə torpaq paylayırmışmı? Bəli, öz bəli. sərkərdələrinə torpaq paylayırmış. Mən Yaxşı öz oğlum. şəkillərimə mən həm də ki mən orada yazılmışdı ki, mən bir dəfə şey mən Şəmsəddin eldə yox, mən Şəmsəddin Eldənizin yox mən Arslanşah, Səlcuq hə, hökmdarı Arslanşah. Arslanşah Arslanşah sevincindən mən sandığımda nə qırqızım, nə xəritə pul varsa Aha. hamıya camaata Paylamaq vermişdim. istəyir. E, Mhm. Mən Şəmsəddin Eldəniz də buna qəzəblənmişdi ki, sonra mənim bu pullara ehtiyacım olar, onların əlindən Bəli. alarsan. Və bu da Ay sağ e, ol. şeydir. Verilən qızılları geri qaytarır. Yusif, indi buradan belə bir nəticə çıxarmaq olarmı ki, Arslan Şahın qərarlarına Şəmsəddin Eldəniz təsir eləyə bilirdi. Bunu doğru götürsən olar? Doğru götürmək olar? Bəli, Bənli, düzdür. təsiri görürəm. Düzdür. Şəmsəddin Eldənizin zamanında Azərbaycanda iqtisadiyyat, mədəniyyət inkişaf edib desə doğru olar? Bəli, Bəli. çünki Azərbaycanı vahid halda birləşdirib və iqtisadiyyat, mədəniyyət nə eləmişdi? İnkişaf eləmişdi. Mən, bəli. Şəmsəddin Eldənizin zamanında Şirvanşahların hökmdarı kim idi? Mənim Şirvanşahların hökmdarı Aha. Qızıl Arslan. Qızıl Arslan. Qızıl Arslan Şirvanşahların hökmdarı olub. Xeyr, mənimlə. Hə. 12-ci əsrdə Şirvanşahların hökmdarı kim idi? Mənim 13-cü mənim Ağçıtam. Bəli, birinci Aksitan olmuşdu, düzdür. Oğlum de görüm, Bəli, həm də ki, Evlənizlər dövlətinə mən Bakı tərkibinə Bakı, Dərbənd və Şamaxı daxil edilənə orada bəli, liman şəhəri adlandırılır. bəli, bəli, liman şəhərlərinə malik olub desəm doğrudur. Eldənizlər Bəli. dövlətinin ərazisinə Van gölü daxil olub. Van gölü ə, mənə bəli. Bəli. Şimalda, cənubda həmsərhədləri hara olub? Şimalda hara deyirik, cənubda hara deyirik? Ə, Mənim mənim şimalda Hı -hı. ə, Dərbənd, cənubda, Dərbənd, cənubda Sacoğullar. cənubda İran körfəzi. Sacıoğullar niyə? Təkrar elə bir də. Şimalda hara Onda idi? mənim şimalda Dərbənd, cənubda mənim İran körfəzi. İran körfəzi. Desəm ki, Şirvanşah daha doğrusu Eldənizlər dövlətinin qərb sərhəddi Dəclə və Fərat çayına qədər uzanırdı. Bunu doğru Bəli, götürərsən? bəli. Bəli. Yox, ə, mən Bəli. Doğru mən götürmək Ərəbdə olar. də belədir. Ərəb imperiyasında da belədir. Ərəb bəli, Dərzə və Fərəddən də daha çoxdur da artıq. Ərəb daha geniş ərazini əhatə eləyirdi. Bəli, Yaxşı bəli. oğlum, bəs sən mənə deyə bilərsənmi ki, Eldənizlər də türk dövləti olub desə doğru olar? Ə, Mən türk mənşəli dövlət olub desək, Hə, hmm, bəli. bəli. Türk mənşəli dövlət olub. Müsəlman olub desə doğru olar?
Müsəlman olub desə bəli, doğru Bəli. olar. Deyirik ki, Şəmsəddin Eldəniz İslam dinini nə eləmişdi? Qəbul eləmişdi. Qıpçaq Qəbul. əsilli dövlət idi desə doğru olar. Qıpçaq əsilli. Xeyr, xeyr. Niyə? Elə Şəmsəddin Eldəniz özü Qıpçaq əsilli deyildi oğlum. Orada qeyddə yazılmışdı ki, Bəli, qeyd yazmışdı. Hı mən -hı. kitabda da yazılmışdı. Bəli. Mən də yazılmışdı ki, Eldəniz haqqında rəvayət var idi. Bəli, O bəli. 39 qulağına Hı 40-cı -hı. pay verilirdi. Düzdür. Mən padşah da ki 40-cı qulu mən heç pay verilmiş deyən xoşuna gəlmirdi. Hə, Çünki düzdür, Yusif, düzdür. cılız idi. Yəni o imtahana düşməz, amma yenə də bilməyin yaxşıdır. Yusif, demək Qıpçaq əsilli olub desə doğru olar, oğlum. Bəli, doğru olar. Bəli, Qıpçaq əsilli dedik ki, dövlət olmuşdu. Qıpçaq əsilli sərkərdə Mən olmuşdu. Yusif, 12-ci mən əsrdə yaşayan hökmdarları de, oğlum. necə müəllimə? 12-ci əsrdə fəaliyyət göstərən hökmdarlar. Hı Mən -hı. Qızıl Arslan, Olar, ay sağ ol. Sonra Şəmsəddin Eldəniz, Eldəniz. Şəmsəddin Eldəniz, Aha. Bir də Şəmsəddin Eldəniz kimin atəbəyi idi? Arslan Şahı. Ay sağ ol. Birinci Aksitanı demək olar. Bəli, müəllimə onu da demək Bəli. olar. Birinci Aksitan, Qızıl Arslan, Arslan Şah, Qızıl Arslan, Şəmsəddin Arslan Eldəniz. Şəmsəddin Eldəniz Hı bir -hı. də. Bunlar hamısı dedi ki, neydilər? Mən hamısı 12-ci yüzillikdə fəaliyyət göstərib. Ay sağ ol. Hamısı 12-ci yüzdə fəaliyyət göstərmişdi. Düzdür. Yaxşı onda Yusif. Oğlum linkimizin vaxtı bitir. Aha. Yusif, Eldənizlər dövlətinin ilk sultanı kim olub? Bura nəsə işarə gəldi. Hə, mən təzədən sual verə bilərsən. Eldənizlər dövlətinin ilk sultanı kim olub? Eldənizlər dövlətinin ilk sultanı Aha. mənim Sultan desəm kimi deyərsən, mən ilk Qızıl Arslan, hökmdarı des. sultan desək Qızıl Arslan olar, amma hökmdar desək Şəmsəddin Eldəniz olar. Ay sağ ol. Afərin oğlum. Lap yaxşı. Oğlum, Eldənizlər dövlətində Naxçıvan memarlıq üslubunun əsasını kim qoyub? Hansı memar qoyub? Şəmsəddin Eldəniz. Yox, Naxçıvan Mən memarlığı. Mehman Əbu Bəkir. Ay sağ ol. Memar Əcəminin Naxçıvanda hansı tikdiyi abidələri deyə bilərsən? Mən Yusif İbn Deyil. Şehir türbəsi. Yusuf, Bir də hamısı ki, bax görsən sənin adından bağlıdır Yusuf. bir də ki, Məmnə Xatun türbəsi. Ay sağ ol. Oğlum, Möminə xatun türbəsinin tikilməsi haqqında əmri kim verir? Mən Şəmsəddin Eldəniz verir. Bəs axıra kimi, qurtarana kimi görür onu? Kim davam elətdirir? Oğlu. Ay sağ ol. Demək o vəfat eləyir, əmri verir, amma ömrü yetmir. Oğlu, oğlu ondan da yaxşı yolu gedir, amma Ay sağ ol. onun nəvələri babalarının yolunu gedə bilmir və Ay dövlət sağ süquta ol. uğrayır. Bəli, doğrudur oğlum, doğrudur. Yaxşı, Yusif, de görüm. Eldənizlər dövləti bütün Azərbaycanı əhatə edib desə doğru olar? Bəli, doğru olar. Bəli. İndi məsələn üçün Yusif bütün Azərbaycanı əhatə edibsə, desəm ki, Marağa şəhəri Eldənizlər dövlətinin tərkibinə daxil olmayıb. Bunu doğru götürərsən? Bəli, çünki bütün Azərbaycan deyirik. Ay sağ ol. İstənilən bir Azərbaycan şəhərinin adını çəksə ki, Eldənizlərin tərkibinə daxil olub. Bəli, Eldənizlərin tərkibinə daxil olmuşdur. Məsələn ki, mən Naxçıvan, Bəli. sonra Quba, Qazan. Bəli, düzdür. Yusif, bəs oğlum desə ki, Eldənizlər dövlətinin zamanında Nizami Gəncəvi fəaliyyət göstərmişdi. Bu doğru olar? Bəli, olar. Bəli. Nizami Gəncəvi harda fəaliyyət göstərirdi? Gəncə şəhərində. Mən Gəncə şəhərində fəaliyyət göstərirdi. Ay, sağ ol, düzdür. Yusif, demək, Şəmsəddin Eldəniz ömrünün son neçə ilini döyüşlərdə keçirmişdi? Mən son 15 ilini mən Ay, sağ ol. döyüşlərdə keçirmişdim. Bəli, doğrudur oğlum. Onun həyat yoldaşı kim idi? Yardıma ehtiyacı olanlara yardım edərdi. Bəli. Yoxsullara isə pul verərdi. Ay, sağ ol. Oğlum, onun həyat yoldaşı kim olmuşdu? Mən Cahan Şah. Yox. Eldənizin həyat yoldaşı kim olub? Möminə xatun da. Mömin xatun, bəli.
Ay, sağ ol. Kim idi onun həyat yoldaşı? Möminə xatun. Möminə xatun. Oğlum, niyə Eldənizə Şəmsəddin deyirlərmiş? Şəmsəddin nə deməkdir? Mənim Şəms ət din, mənim o göstərdiyi fərasətlərə görə mənim ona Şəms ət din, dinin Bəli. günəşi Ay, ünvanı sağ ol. verilmişdir. Oğlum, dinin günəşi Şəmsəddin Eldənizdir. Bəs elmin günəşi kimə deyiblər? Desən Hmm. sənə 5 yazacağam. Bunu keçməmişik. Sonraki dərslərimizdə də bəlkə yadında qalar. Nəsrəddin E, Tusi. Demək, dinin Mənim günəşi bilgim, kimə deyirik, Yusif? Dinin günəşi. Şəms ət din. Ay, sağ ol. Şəmsəddin Şəmsəddin ət din. Eldəniz. Amma elmin günəşi desəydim, Nəsrəddin Nəsrəddin Tusi. Tusi. Ay, sağ ol. O Marağa rəsədxanasını tikdirən var idi. Bax, Bəli. odur. Düzdür, oğlum. Yaxşı, beləcə davam eləyək, oğlum. Demək, Eldənizlər dövləti türk dövləti olubmu? Mənim Eldəzlər dövləti, Türk dövləti, Hı e, -hı. mənim bəli, Bəli. bəli. Qıpçaq türklərinin qurduğu dövlət olub desə doğru olar? Qıpçaq bizlərin bəli, bayaq mənim Ay, həm də sağ ol. kitabda da yazılmışdı. Bəli, doğrudur. Eldənizlər dövlətinin qərb sərhəddi Dəzə və Fərat çayına qədər uzanırdı desə doğru olar, oğlum? Bəli, müəllimə, olar. Hı -hı. Mənim həm də ki, ərazisi Dərbənddən İran körfəzinə qədər Ay, uzanırdı. sağ ol, düzdür. Oğlum, Şəmsəddin Eldənizdən sonra böyük oğlu gəlir, yoxsa kiçik oğlu Qızıl Arslan gəlir hakimiyyətə? Mənim kiçik oğlu Qızıl Arslan. Yox, əvvəlcə böyük oğlu gəlir. Sonra, ondan sonra, daha sonra Qızıl Arslan gəlir. Bəli, Qızıl Aydın Arslan. oldu? Hı -hı. Bu da belə. Yaxşı, Yusif. Biraz sual-cavab eləyim Qaraqoyunlu dövlətindən. Yaxşı. Qaraqoyunlu öyrənmişdin də, Yusif? Bəli, Qaraqoyunlu Aha. gəlir. Əla. Oğlum, Qaraqoyunlu dövlətinin əsası harda qoyulub? Qaraqoyunlu bəyliyinin əsası harda qoyulub? Bəyliyinin əsası Hı -hı. Bəyliyinin əsası Van gölü ətrafında. Yəni hardaydı Van gölü? Kiçik mən Asiyada. Kiçik Asiyada. Aha. Bəs dövlətin əsası harda qoyulmuşdu, oğlum? Mən dövlətin əsası mən Azərbaycanın Cənubunda. Cənubu Qafqaz, Azərbaycanın cənubunda deyirik. Azərbaycanın cənubunda. Cənubunda. Hansı şəhərdə dövlətin əsası qoyulmuşdu, Yusif? Mən Təbriz, Ay, sağ ol. Təbrizdə idi. Bəli. Qaraqoyunlu dövlətinin əsasını Oğuz türkləri qurub desə doğru olar, Yusif? Oğuz türkləri qrupu desək, doğru olmaz. Niyə, oğlum? Olar. Oğuz Amma türkləri mən qoyulub. doğru Oğuz mən doğru olar çünki Oğuz türkləri mən orada Bəli. yazılmışdım da. Bəli. Yadıma Demək, düşdü. Qaraqoyunlu dövlətinin əsasını Oğuzlar qoyub desə, bəli. Demək, bax, Mən Səlcuqlar, bir daha şey Sacilər, yazıram. Səlcuq, Saci, Eldəniz, Qaraqoyunlu, Ağqoyunlu. Bunların hamısının əsasını türklər qoyub. Əfşarlar, Səfəvilər, bunlar hamısı türkdür. Türk əsilli Bəli. dövlətlərdir. Amma Mən Monqol onu əsilli dövlətlər hansılardır? Monqol əsilli. Monqol əsilli Cəlalilər məsəl üçün. Cəlairi, sonra Sonra başqa? Cəlairdən əvvəl hansı var idi 13-14-cü əsrlərdə? 13-14-cü əsrlərdə mən Hülakü. Hülakülər dövləti. Hı -hı. Bəs ərəb mənşəli dövlətlərdən hansıları deyərsən? Ərəb. Ərəb mənşəli dövlətlərdən Hı -hı. mən ərəb mənşəli dövlətlər məsəl üçün mən Şirvanşahlar dövləti ərəb Ay, sağ mənşəli ol. dövlətidir. Bəli. Başqa? Şirvanşahla hansı? Mən Hə, s- sa- Rəvvadi. Təkrar elə. Rəvad. Mən Şirvanşahlarla Rəvadilər hər ikisi ərəb mənşəli dövlət idi. Ay, sağ ol. Düzdür. Düzdür. Yaxşı, Yusuf, belə bir sual verim oğlum. Qaraqoyunlulara nə üçün qara deyirdilər? Yəni, qara sözünün mənası nə deməkdir? Çünki mən onların bayraqlarında qara qoç rəmzi var idi. Bəli, düzdür. Qara sözünün mənası nə deməkdir, Yusuf? Qara sözünün mənası mənim böyük, yüksək mənası. Ay, Mənim həm də
etmiş ki, yəqin ki, hələ sizin məktəbinizdə də Qara adında sinif yoldaşınız Bəli, da ola bilər. bəli, düzdür. Yaxşı Yusif, 15-ci əsrdə Azərbaycanda hakimiyyət uğrunda kimlər müharibə Mən aparırdı? mən Qaraqoyunlu ilə Aha. Səfəvilər Qaraqoyunlu, dövləti. Səfəvi şeyxləri, Səfəvilər, başqa? Səfəvi şeyxləri, sonra Məmməd Düzdür. Cəlalilər, Sonra Teymurilər, düzdür. Ağqoyunlu Şirvanşah demək olar. Bəlməlmək, hər ikisini də Bəli, bir demək daha olar. təkrar eləyək. 15-ci əsrdə Mən Azərbaycanda. Cəlalilər, Teymurilər, Şeyx Səfəvilər, Aha. sonra Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşah. Ay, sağ ol. Bunlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Düzdür. Yaxşı Mən oğlum, bunlarla Qaraqoyunlular Cəlalilər dövləti ilə müttəfiq olub desə doğru olar? Qaraqoyunlular Cəlalilər dövləti ilə müttəfiq olub desə, bəli, mən olar. Bəli, doğru olar. Biz bunu hardan bilirik? Deyirik ki, Cəlalilərin sonuncu sultanı Qara Yusifə xəyanət etdiyinə görə Yusif onu tutur və edam elətdirir. Əgər Bəli, xəyanət sözü mən işlədirlərsə, yazılmışdı orada. bəli, demək ki, bunlar müttəfiq olub ki, əvvəlcə, sonradan bu buna xəyanət eləyib deyir. Yoxsa düşmən olsa, yəni düşmən əlbəttə ki, xəyanət eləyərdi, elə deyilmi? Demək ki, bunlar müttəfiq Mən olublar ki, burada, xəyanət eləyib. Mhm. mən burada bir dənə sual verə bilərəm. Hə, buyur əzizim. Orada yazılmışdı ki, hökmdar Qara Yusif yararı 1410-cu ildə, süqut eləyib 1420-ci ildə. Hə. Baxıram 10 il yaşayıb. Amma mən deyir ki, mən Təbriz paytaxt şəhərə çevirmişdim. Ondan necə ola bilər? Axı o hökmdardır, doğulma tarixi deyil axı. Özünü hökmdar Hökmdar etdiyi olduğu ili vaxtda. götürür. 1410'dur. Bəli. Mən də elə bilirəm 10 yaş yaşayıb. O ya Balaca oğlunun yox göstərdiyi o. fəsad. Yəni yoxsa hökmdar deyilik axı. Hökmdar deyəndə orada 1410-dan 1420-yə kimi götürürəm. Yaxşı Yusif, Cəlairi hökmdarları sultan titulu daşıyıb desə doğru olar? Mənim sultan titulu qəbul edib, bəli, müəllimə. Bəli. Hansı dövlətlərin Mənim hökmdarları sultan titulu qəbul müəllimə edib? necə müəllimə? Hansı dövlətlərin hökmdarları sultan titulu qəbul edib? Müəllimə oxşar olaraq Eldənizlər, Hı -hı. Eldənizlər, sonra Cəlairi, Cəlalilər, sonra Turan sultanı deyirdik. Kim idi Turan sultanı? bəli, müəllimə Turan Sultan, mən Teymurilər Ay dövləti, sağ ol. Sonra Teymur qoymuş. Səlcuqlara demək olar sultan titulu daşıyıb. Səlcuqlar da bəli, müəllimə. Başqa? Mənim həm də onlar Qınıq boyuna mənsub idilər. 24 Bəli, boydan ibarət idilər. bəli. Başqa? Ağqoyunlu, Qaraqoyunlu demək olar. Bəli. Bəli, Osmanlı dövlətinin də hökmdarları sultan titulu daşıyıb. Demək bir daha ümumiləşdirək. Sultan titulu daşıyıb. Osmanlı, Ağqoyunlu, Qaraqoyunlu, Səlcuq, sonra Cəlalirli, Teymurilər, Ay, sağ ol. Bəli, düzdür. Bunlar hamısı sultan titulu daşıyıblar. Oğlum, Qara Yusif Əmir Teymurla mübarizə aparıb desəm doğru olar? Qara Yusif Əmir Teymurla mübarizə aparıb desə, bəli, müəllimə, doğru Aha. olar. Onda Qara Yusif bəyliyin rəhbəri idi, yoxsa dövlətin rəhbəri idi? Mən bəyliyin rəhbərliyim. Ay, sağ ol. Bəs desəm ki, hökmdar Qara Yusif Teymurilər dövləti ilə mübarizə aparıb. Bu doğru olar? Xeyr, Bu doğru olar. Bax, Əmir Teymur desə, ancaq bəyliyi götürəcəksən. Amma Teymurilər dövləti ilə desə, həm bəyliyi götürəcəksən, həm də dövləti bəli, götürəcəksən. bəli. Təkrar elə dediklərimi? Mən doğru olar, çünki mən qara, yəni bəylik desək götürəcəyik. Nəyi götürəcəksən? Amma mən hökmdar, yəni doğru götürəcəyik. Cümləni qur, tök şəkildə qur oğlum. Hökmdar Qara Yusif. Hökmdarlıq desək, mən bunu yəni Teymurlərlə mübarizə aparıb, mən bunu doğru götürəcəyik. Aha. Amma bəylik desə Teymurlərlə mübarizə aparıb olmaz. Bunu Oğlum, götürməyəcəm. qarışdırdım bir-birinə.
Bax, mən orada Teymurilər dövləti fərqli bir şeydir, Əmir Teymur fərqli bir şeydir. Yəni səncə Teymurilər dövlətinin bir dənə hökmdarı elə Əmir Teymur olub? Əlbəttə ki, yox. Aydın oldu? Qara Bəli. Yusif Teymurilərin ilk hökmdarı Əmir Teymurla mübarizə aparanda bəylik idi. Bəyliyə rəhbərlik edirdi. Sonra 1405-ci ildə Əmir Teymur ölür. Onun yerinə oğlanları gəlir. Oğlanları yenə də Qara Yusiflə mübarizə aparır. Qara Yusif artıq onda dövlət qurmuşdu. Yəni Qara Yusif Teymurilərlə mübarizə aparıbmı? Bəli, aparıb. Bəli, müəllimə aparır. Qaraqoyunlu dövləti Teymurilərlə mübarizə aparıbmı? Bəli, aparıb. Bəli, Bəs aparır. Qaraqoyunlu dövləti Əmir Teymurla mübarizə aparıbmı? Xeyr. Çünki Xeyr, Qaraqoyunlu aparmır. dövləti 1410-da yaranıb. 1400-də yaranıb, amma Əmir mən Teymur nə vaxt Teymurla öldü? Əmir 1405-də. Teymur 1405-ci Ay sağ ildə ol. vəfat etdi. Bəli, əgər Əmir Teymur 1405-də ölübsə, o Qaraqoyunlu dövlətini görmüş olar. Orada mən onların arasında hələ 5 il fərq var. Onlar Bəli. nə əlaqəsi Ay var? sağ ol. Demək, Qaraqoyunlu bəyliyi Cəlairi dövləti ilə müttəfiq olub. Qaraqoyunlu bəli, Cəlaliri mən bəli müttəfiq Bəli. olub. Sonra Cəlairi sultanı nə edir? Xəyanət eləyir. Xəyanət eləyir. Qara Yusif də onu edam elətdirir. Mən edam eləyir. Ay sağ ol, düzdür. Mən Yusifi kimi edam eləyir. Yusif özü xəstə olur axı. Yusif nə vaxt ölür? Yusif. Mən Yusif 1468-də. Yox, 1468-də Qaraqoyunlu dövləti süqut eləyir. Yusif neçənci ildə ölür? Biraz əvvəl dedi, nə yazmışdınız müəllimə? Hökmdar Qara Yusif. Bəli, 1420. Yusif, Qara Yusif Teymurilərlə döyüşün zamanında, gedişində vəfat eləyib desəm doğru olar? Vəfat eləyir desək, bəli. Yox. Döyüşün gedişində vəfat eləyir, yoxsa hələ döyüş başlamamışdan vəfat eləyir? Mən döyüş başlamamışdan vəfat eləyir. Ay sağ ol. Ona nə deyirik? Döyüşün ərəfəsində Onda vəfat mən eləyir. döyüş ərəfəsində. Ay sağ ol. Döyüşün Çünki mən ərəfəsində ərəfə vəfat eləyir. əvvəllərində demək. Bəli, yəni bəli, ərəfə əvvəl deməkdir. Bir daha təkrar edək. Qara Yusif döyüş zamanı ölür, yoxsa döyüşün ərəfəsində? Mən döyüşün ərəfəsində. Ay sağ ol. Kim Mən onun həm də ki, üzərinə yürüş eləmişdi ki? həm də ki, necə müəllimə? Kim onun üzərinə yürüş eləmişdi? O da onunla döyüşə gedəndə yolda ölür. Hansı dövlət? Teymurilər. 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 Həm də ki, mən döyüş dövrü mənbələrində Bahadır Sultan, bir də padşah titulu qəbul Bəli, eləmişdi. düzdür. Bəli, düzdür. Yaxşı oğlum, Qara Yusif xarici siyasətinə aiddir desə nə deyərəm? Qara Yusifin xarici siyasətinə aiddir. Hansı dövlətlə mübarizə aparıb? Mən Teymurilərlə mübarizə aparması. Düzdür. Sonra başqa? Başqa dövlətlə müharibə aparmayıb? Şimalda hansı dövlətlə müharibə aparıb? Mən şimalda Cəlalirlərlə. Yox. Qaraqoyunlu dövlətinin bir müddət şimalında hansı dövlət idi? Şirvanşahlar demək olmaz. Mən Şirvanşahlarla Şirvanşahlarla mübarizə aparıb. Şirvanşahların hansı hökmdarı ilə mübarizə aparıb? Şirvanşahlarla bir dəqiqə mən deyəcəm. Bayaqdan onu Mən səslənirsən. Aksitan. Yox, Aksistan 12-də yaşayıb axı. Bu Qara Yusif 15-dədir. Onda mən Aksitan Şeyx, bu şeyx sözü qarşılaşdırır da həmişə. Şeyx İbrahim. Şeyx İbrahim. Şeyx İbrahim Şirvanşahların hökmdarı olub oğlum. Aydın oldu? Aha. Demək, Qara Yusif Şirvanşahların hansı hökmdarı ilə döyüşüb? Mən Şeyx İbrahimlə. Kim qalib gəlib? Qara Yusuf, mənim həm də bayaq testdə dedi ki, mənim Şeyx İbrahim xəyanət elədiyi üçün onu mən edam elədi Qara Yusuf. Yox, Şeyx İbrahim yox. Cəlairlərin sultanı xəyanət elədiyi üçün edam eləyir. Bəs Şeyx İbrahimi edam eləyir, yoxsa azad buraxır?
edam eləyir. Yox, azad buraxır. Dedim onun əvəzinə kim ona kömək eləyir? Kim xahiş eləyir ki, burax? Kimlər? Hansı şəhərin Ə, əhalisi? Mən Təbriz. Təbrizin əhalisi xahiş eləyir ki, Qara Yusifə Bəli. o Prinsina. Bəli, demək, Şeyx İbrahimi Qara Yusif həbs eləyib, Qara Yusif öldürüb desə, edam eləyib desə doğru olacaq? Mən xeyr, Xeyr, edam eləyib öldürüb edam desə eləyib. Kim xilas olmayacaq. elədi Şeyx İbrahimi? Mənim Şeyx İbrahim kim xilas elədi? Aha, Mənim Təbrizin əhalisi deyir əhalisi. ki, Hı -hı. yəni buraxın da. Bəli, onu azad eləyim, düzdür. Yaxşı oğlum, Qaraqoyunlu dövlətinin ərazisinə Ağqoyunlu bəyliyinin torpaqları daxil olub desə doğru olar? Qaraqoyunlu Bəli, dövlətinin ərazisinə Ağqoyunlu bəli, bəyliyinin onlar. torpaqları daxil olub desə doğru olar? Bəli. Bəli, doğru olar. Yaxşı oğlum, de görüm Qaraqoyunlu dövlətinin başqa hansı hökmdarının adını çəkə bilərsən? Başqa Hı? Ağqoyunlu bəyliyini Yox, dediniz. Qaraqoyunlu'nun başqa hansı hökmdarının adını çəkə bilərsən? Ə, Oğlum, Qaraqoyunlu dövlətinin Yusifdən başqa hansı hökmdarının adını demək olar? Mənim Cahanşah, Cahanşah, ay sağ ol. Cahanşahın həyat yoldaşı kim olmuşdu? Canbəyim xatun. Canbəyim xatun. Cahanşahın hakimiyyəti dövründə kimlə münasibətləri pis idi Cahanşahın? Hansı bəyliklə? Ə, Hı-hı. Ağqoyunlu bəyliyi ilə. Mən Ağqoyunlu bəyliyi ilə Bəyliyi ilə. müttəfiq olmuşam. Bəli, Ağqoyunlu bəyliyi ilə münasibətlərin qaydaya salmağı kimə tapşırmışdı o? Mənim Canbəyim xatuna. Canbəyim xatuna, bəli. Qaraqoyunlu dövləti tərəfdən Canbəyim xatun danışıq aparırdı. Bəs Ağqoyunlu bəyliyi tərəfindən kim danışıq aparırdı? Ə, Cahanşah. Yox, Cahanşah tərəfdən Canbəyim xatundur. Bəs Ağqoyunlu bəyliyi tərəfdən Saray xatun. Saray xatun. Saray xatun idi, bəli. Cahanşahın zamanında ermənilərin harda məskunlaşmasına icazə vermişdi? Mənim Üç kilsədə. İrəvanda üç kilsədə. Harda? İrəvanda 3 kilsədə. Hı -hı. Cahanşah neçənci əsr neçənci yarısında fəaliyyət göstərib? Mənim 15-ci əsrdə fəaliyyət 15-in göstərib. neçənci yarısı? Ə, Birinci. İkinci yarısı. 15-in ikinci yarısı. Bəs Qara Yusif, desə ki, Qara Yusif 14-15-ci əsrlərdə fəaliyyət göstərib. Bunu doğru götürərsən? Mənim Hə, bəli. bəli. Həm 14, Amma həm də 15-ci əsrin birinci yarısında. bəli, həm 14, həm də 15-ci əsrlərdə, yəni 1420-yə kimi fəaliyyət göstərmişdir. Hə. Oğlum, Qaraqoyunlu dövlətinin süqutunun səbəbi nə idi? Zəifləməsinin səbəbi. Ə, Daxili çəkişmələr. Bəli, daxili mən elə demək olar ki, dövlətlərin Bəli, yarısından çoxusu daxili çəkişmələr bəli. nəticəsində Ay sağ ol. süqut oldu. Bəli, daxili çəkişmələr, bir də uzun sürən müharibələr. Bir daha Sürə təkrar edək. Daxili çəkişmələr, daxili çəkişmələr, bir də uzun sürə çəkən müharibələr. müharibələr. Qaraqoyunlu dövlətinin varlığına kim son qoydu oğlum? Yox, mən Düzdür, düzdür. Ağqoyunlu. Ağqoyunlu dövləti yoxsa bəyliyi son qoydu? Bəyliyi. Bəyliyi son qoydu. Qara Yusif mədəni sahədə nə kimi tədbirlər görmüşdü? Ə, Mədəni. Məsələn, Qurani-Kərimi ərəb dilindən Mən Qurani-Kərimə mən ərəb dilindən türk dilinə tərcümə tərcümə etdirmişdi. etdim. Ay sağ ol. Sonra elm xadimlərini, din xadimlərini mühafizə edib qorumuşdu desəm doğru olar? Bəli, müəllimə Bəli. olar. Türk dilinin inkişafına, Azərbaycan türk dilinin inkişafına xüsusi qayğı göstərmişdi desəm doğru olar? Mən olar. Bəli.
Yusif, Azərbaycan türk dili neçənci əsrdən əhali arasında vahid ünsiyyət vasitəsi idi? Məmmə 15-ci əsrdə 11-ci əsrdən, Səlcuqların gəlişindən 11-ci əsrdən Azərbaycan dili vahid ünsiyyət vasitəsi idi. Bəs nə vaxt, hansı dövlətlər Azərbaycan dilinin inkişafına xüsusi qayğı göstərib? Qaraqoyunlu, Ağqoyunlu. Hansı Qaraqoyunlu və dövlət, Ağqoyunlu dövləti. hansı dövlət rəsmi dövlət dilinə çevrilib? Hansı Səfəvi. dövlət? Səfəvilər dövləti. Yaxşı. Bunları bir daha Səfəvi. səndən sual cavab eləyəcəm. Yaxşı, Yusif, belə bir sual verim oğlum. Əmir Teymur öz varislərinə əsas rəqiblərinin kim olduğunu tapşırmışdı? Məmmə bir də deyə bilərsiniz. Əmir Teymur öz varislərinə tapşırdı ki, sizin əsas rəqibiniz kimdir? Xüsusən ona diqqət yetirin. Qara Yusif. Qara Qara Yusif. Yusif. Əmir Teymur məqsədi nə idi? Haraları birləşdirmək istəyirdi? Azərbaycanın torpaqlarını. Bəli. Can, Azərbaycan deməkdir. Ümumilikdə türk, müsəlman müsəlman əhalisinin torpağı. yaşadığı torpaqları nə etmək istəyirdi? Mən özünə birləşdirmək istəyirdim. Bəli, öz dövlətinin tabeliyində birləşdirmək istəyirdi. Düzdür. Yaxşı, Amma Yusuf, mən Şirvanşahlar bilmədim. dövləti ərazi cəhətdən Qaraqoyunlu dövlətinin tərkibinə daxil olub yoxsa yox? Olub. Olmayıb. Ərazi cəhətdən yox. Bəs Şirvanşahlar Mən dövləti asılılığı qəbul edibmi? Şirvanşahlar dövləti asıllığı qəbul edib. Eləyib. Hansı Şirvanşah hökmdarı Qara Yusifin hakimiyyətini tanıdı? Şeyx Səfəvi. Şeyx Səfəvi, Şeyx İbrahim. İbrahim. Şeyx İbrahim. Oğlum, Qaraqoyunlu dövləti Səfəvi şeyxləri ilə hakimiyyət uğrunda mübarizə aparıb. Səfəvi şeyxləri ilə hakimiyyət uğrunda mübarizə aparıb. Bəli, hakimiyyət uğrunda mübarizə aparmışdı. Oğlum, Əmir Teymura aid olan xüsusiyyətləri 14-15-ci əsrə aid eləsən doğru olar? Bəli, müəllimə olar. Bəli. Yaxşı oğlum, Qara Yusif kimləri vergilərdən azad eləmişdi? Kimləri? Bəli. Xristian kilsəsini vergilərdən azad eləmişdi. Bəli. Bəli. Bir daha təkrar elə. Kimi vergidən azad eləmişdi? Mən Xristian kilsəsini azad eləmişdim. Vergilərdən azad eləmişdi. Desəm ki, Xristian əhalisini vergilərdən azad eləmişdi. Doğru olar? Mənim əhalisini doğru olmaz, amma kilsəsini desək doğru Ay, olar. sağ ol. Bəli, düzdür. Yaxşı oğlum, desəm ki, 1420-ci ildə Teymurilər dövləti Qaraqoyunlu dövlətinin üzərinə yürüş təşkil etmişdi. Bunu doğru götürərsən, 1420-ci ildə Qaraqoyunlu dövlətinin hökmdarları, daha doğrusu Teymuri dövlətinin hökmdarları Qaraqoyunlu dövlətinin üzərinə yürüş təşkil etmişdi. Doğru olar? Mənim neçənci yaşında? 1420 oğlum. Olar. Olar. Biz bunu hardan bilirik? Çünki 1420-ci ildə Qara Yusif vəfat eləyir. Qara Yusif də nə vaxt Mənim vəfat döyüş elədi? arxasında vəfat eləyir. Ay, sağ ol. Bəli. Qara Yusifin qəbri harda yerləşir? Hazırda Azərbaycanda Mənim də yerləşir. Türkiyənin Ərciş şəhərində. Ay, sağ ol. Bəli, tamam, o doğrudur. Desəm ki, Yusif, Mən görmək istəyirəm onu. inşallah gedib görərsən. Yusif. Yusif əzizim, bəs sən mənə deyə bilərsənmi ki, Qaraqoyunlu dövlətinin ərazisində əhalisi həm müsəlman, həm də xristian əhalidən ibarət idi. Doğru olar bu? Yoxsa hamısı müsəlman idi? Mənim həm xristian, həm müsəlman Ay, idi. sağ ol. Bəli, düzdür. Oğlum, desəm ki, Cahan Şahın zamanında hansı memarlıq abidəsi inşa olunub? Nə deyərsən? Hansı memarlıq abidəsi inşa Aha. olunub Hansı desək? məscid idi inşa olunan? Göy məscid. Hansı Bəli, məscid idi? Göy Mənim məscid. Göy məscid inşa olunmuş. Aha, Göy məscid harda yerləşir? Təbrizdə. Mən Təbrizdə, mən Təbriz şəhərində Bəli, yerləşir. Göy məscid. Desəm ki, Qaraqoyunlu dövlətinin ərazisində Ərk qalası, Marağa rəsədxanası mövcud olub. Bunu doğru götürərsən?
Mövcud Mən olub. mövcud olub, bəli, mövcud olub Bəli, niyə? desəm Çünki Ərk qalası, Marağa rəsədxanası 13-cü əsrdə olub. Biri Təbrizdə, biri bəli, də Marağada olub. Qaraqoyunlu dövləti də 15-də olub, ondan sonra da ə, həmin bəli, ərazilər də onun tərkibinə daxil olub. Demək ki, mövcud olub desə, bəli, bunu doğru götürəcəksən. bəli, mən Tamam. Oğlum, götürəcəm. Qaraqoyunlu dövlətinin ordusu süvarilərdən yoxsa piyadalardan təşkil olunmuşdu? Piyadalardan, Hər ikisindən. Həm süvari, həm də piyada. Yaxşı? Həm süvarilərdən, həm də həm piyadalardan. də Desin ki, piyadalardan. Qara Yusif Teymuriləri tamamilə Azərbaycan torpağından qovub çıxarıb. Bunu doğru götürərsən? Ə, tamamilə Bəli. qurtarıb desəm, bəli, Bəli, tamamilə Azərbaycan torpaqlarından qovub çıxarıb desə doğru götürərəm. Bəs Teymurilər bəli. dövləti, Teymuri əsgərləri Azərbaycan torpağından tamamilə çıxarılandan sonra nə inkişaf eləyir? Əkin, Ay sağ ol, əkinçilik, ticarət, sənətkarlıq. Niyə? Çünki müharibə olmur. Hər şeydə yaxşı olur da. Elə deyilmi Yusif? bəli. Aha. Oğlum, Misir Məmlük dövləti, Qaraqoyunlu dövlətini görüb yoxsa görməyib? Mənim görüb, Görüb. Qaraqoyunlu dövləti şərqdə Teymurilər dövləti ilə həmsərhəd olub yoxsa olmayıb? necə müəllimə? Qaraqoyunlu dövləti şərqdə Teymurilər dövləti ilə həmsərhəd olub yoxsa olmayıb? Mənim müəllimə Çöşərdə ilə Teymurilərlə həmsərhəd olub da. Bəli, bəli. Tiflis şəhəri Qaraqoyunlu dövlətinin tərkibinə daxil olub. Tiflis. Olub, Xeyr. olub. Qaraqoyunlu yox, Ağqoyunlunun Mən, tərkibinə daxil olub. mən Ağdamızın yanacaq. Aha. Mən Ağdamın tərkibinə Mhm. daxil olub. Amma Daxil mən olub. Təbriz olub da Qaraqoyunluya. Ee, Daxil olub. Təbriz, bəli. Tiflis Gürcüstanın şəhəridir. Desəm ki, Qaraqoyunlu dövləti şimalda Karti Mən Kaxetiya Şirvanşahlar dövləti ilə həmsərhəd olub. Doğru götürərsən? şimalda, Aha. mən Bəli. Kartikaxetiya ilə Ay, sağ ol. Şirvanşahlarla. Bəli. Desəm ki, Mən bir də ki Qaraqoyunlu dövlətinin tərkibinə Urmiya gölü, Göyçə gölü, bir də Van gölü daxil olub. ay, sağ ol. Diyarbəkir daxil olub. Diyarbəkir. Diyarbəkir bəli daxil olub. Bəli, Diyarbəkirdə daxil olmuşdu. Çünki Diyarbəkir həmin vaxt Ağqoyunlu bəyliyinin idi. Ağqoyunlu bəyliyi də Qaraqoyunlu dövlətinin tərkibinə daxil olmuşdu. Yaxşı Bəli. oğlum, desəm ki, qərbdə həmsərhəddi Misir Məmlük, Osmanlı dövləti olub. Doğru olar? Qərbdə. Qərb Qərbdə Misir Məmlük Osmanlı bəli mənim. Bəli. Bir də oğlum desəm ki, məsələn, cənub-qərbdə Dəclə və Fərat çaylarının arası olan torpaqları tərkibinə daxil olub. Dəclə və Fərat çayları. Bəli. Doğru olar? Dəcəl çaya bəli. Mənim ərəblər də olub, Bəli. Qaraqoyunlular da. Ay, sağ ol. Mütləq şəkildə xəritəyə diqqət yetiririk oğlum. Aydın Mən oldu? xəritəyə baxmışam ya. Hı -hı. Hə, lap yaxşı oğlum, lap yaxşı. Bu da belə Yusif. Desəm ki, Qaraqoyunlu dövləti qalibiyyətli müharibələr nəticəsində yaranmışdı. Doğru götürərsən? Qalibiyyət. Şirvanşahlar dövlətinin Qaraqoyunlu dövləti qalibiyyətli müharibələr nəticəsində yaranıb desə doğru olar? bəli. Bəli. Yəni döyüşüb, uğur qazanıb sonda. Amma Bəli. Eldənizi demək olmaz. Çünki Eldənizə hədiyyə verdilər, elə yarandı. Bəli. Hı -hı. Mən Eldəniz həm də ki, mənim özü bilir ki, 15 ildən sonra öləcək. Ona görə son 15 ilini mənim döyüşlə keçirib. Yəni indi bilməzdi nə vaxt öləcək, amma yenə də ancaq döyüşüb də deyirik Eldəniz. Bəli. Düzdür. Bu da belə. Yaxşı onda Yusuf. Məncə Qaraqoyunlarla bağlı bir şey qalmadı. Bunların hamısını sənə sual-cavab eləmiş olduq. Bəli. Belə Yusuf, gəl biraz da sual-cavab eləyim səni Səlcuq dövlətindən. Yorulmamısan? Xeyr. Yorulmusan? Xeyr. Dəqiq? Bəli. Tamam. Yaxşı. Gəl onda biraz da Səlcuq dövlətinin sual-cavab eləyim. Səlcuq dövləti harda yaranmışdı? Mərkəzi Asiyada. Neçənci əsrdə? Mənim 11-ci. 11-i. 11-də yaranmışdı, düzdür. Bəs neçənci əsrlərdə mövcud olub?
Mən neçənci əsrlərdə 11, 12-ci Ay, əsrin sağ ol. birinci yarısı. Bəli. Bəs oğlum, süqutunun səbəb birinci yarısı yox da, indi sadəcə 11-12 deyirsən. Mən 1157-də süqut eləyib. mən Oğlum, mən süqutun mən səbəbi nə idi? Səlcuq imperiyası zəifləməsi nəticəsində mən süqut eləmişdi. Elə Səlcuqu deyirəm də. Səlcuqun süqutunun səbəbi nə idi? Daxili çəkişmələr. Bir də Mən daxili çəkişmələr, mən bir də ki, kimin mən şərqə yürüşü? mən Avropa dövlətlərinin şərqi yürüyüşü. şərqə yürüşü. Ay, sağ ol. Paytaxt şəhərləri hara olmuşdu, Yusif? Xatir şəhəri, Rey, İsfahan, Nişapur və onların heç biri Azərbaycana daxil olmamışdı. Ay, sağ ol. Xorasan vilayəti ərazisinə daxil idi desəm doğru olar? Necə mənimlə? Xorasan vilayəti ərazisinə daxil idi desəm doğru Bəli, olar? olar. Bəli. Oğlum, Səlcuq dövləti türk dövləti olub desə doğru olar? Türk Bəli, dövləti. mənimlə olar. Hı-hı. Sonra şərq sərhədləri, şimal-şərq sərhədləri Sırdərya çayına qədər uzanırdı desə doğru olar? Şimal-şərqi Sırdərya. Xəritədən Mən bəli, bilir ki, orada yazılmışdı orada. ay sağ ol, Amudərya, Mən Sırdərya bir dənə çayları sual ərazisindən verəcəm. keçmişdi. Necə? Mən bir dənə də sual versəm De olar. oğlum. Mənlə orada kitabda orada mənlə Səlcuqlar mövzusunda Hı-hı. mənlə orada boylar var. Yazılıb ki, aslında Oğuz boyu 24 boydan Bəli. ibarətdir mənlə. Orada boyların şəkilləri var. Onlar bizə lazım olacaq. Şəkilləri yox, amma adlarını əzbərləmək lazımdır ki, 24 dənə boyunun adlarını əzbərləmək lazımdır. Məsələn, Mən sual onların düşə bilər qayda ki, Oğuz dəftərim var. boylarını necə? Mən qayda dəftərim var. Qayda dəftərimdə onların boyların şəkillərinin hamısını çəkmişəm. Hə, yaxşı eləmisən oğlum, yaxşı eləmisən. Belə, Yusif, davam edeyim əzizim. Yusif, Səlcuqlar dövləti Azərbaycanın işğalına cənubdan başlayıblar, yoxsa şimaldan başlayıblar? E, Şimaldan. Cənubdan. Cənubdan, sonra şimala doğru gedirlər. Səlcuq dövləti Bəli. Şirvanşahları özünə tabe eləyib. Səlcuq dövləti Şirvanşahları özünə bəli. Bəli. Şirvanşahların tabe olması ilə bütün Azərbaycan torpaqları. Mən Dərbənd də tərkibinə daxil idi. Bəli. Şirvanşahların tabe edilməsi ilə bütün Azərbaycan torpaqları tərkibinə daxil olub desə doğru olar? Bəli. Bəli. Demək, məsələn üçün sual düşər ki, deyir ki, xronoloji ardıcıllığı qur. Səlcuqların Marağanı tutması, sonra Şamaxını tutması. Hansını birinci götürərsən, Yusif? Marağanı yoxsa Mən birinci Şirvanşahı? Şamaxını. Axı Şamaxı şimaldadır. Cənuba görə ən birinci cənuba görə Ay, mən Marağanı Marağanı, götürərəm. sonra Şirvanşahları. Qərbdə Bəli. hansı dövlət Həm məhəd də olmuş? ki, Oğuzları Xaqan idarə edirdi. Bəli, Oğuzları Xaqan idarə edirdi. Düzdür. Səlcuqları isə Sultan idarə edirdi. Bəli, Oğlum, Sultan idarə edirdi. Səlcuq dövlətinin qərb sərhəddi hansı dövlətə qədər uzanırdı qərbdə? Hansı imperiya Qərbdən idi? mən B ilə başlayırdı. B. Bizans. 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 Hansı imperiya idi? Bizans imperiyasına qədər. Bizans imperiyası. Konstantinopol şəhəri Səlcuq imperiyasının tərkibinə daxil olub, Yusif? Olub. Olmayıb. Yusif, Səlcuqu bir daha təkrar eləyərsən, gələn dəfə soruşacağam. Yaxşı? Yaxşı.